Hər birinizə salam. Bugün sizinlə birlikdə 5-ci sinif rus dili dərsliyindən dərs 1-ə baxacağıq. Baxaq. Урок 1. Dərs 1. Приветствие, приветствие и прошание. Прошание. Приветствие salamlaşma i və прошание isə sağollaşma deməkdir. Tapşırıq 1-ə baxıram. Посмотрите и скажите, что вы видите на картинках? Şəkillərə baxın və nə gördüyünüzü deyin. Birinci və ikinci şəkildə uşaqlar bir-biri ilə salamlaşır. Üçüncü və dördüncü şəkildə isə uşaqlar müəllimləri ilə sağollaşırlar. Növbəti hissəyə baxıram. Внимание! Diqqət, diqqət. С помощью этих слов мы приветствуем друг друга. Bu sözlərlə bir-birimizi salamlayırıq. Здравствуй, здравствуй. Salam. Bu salamı dostlarımızla, valideynlərimizlə, yaxınlarımızla salamlaşmaq üçün istifadə edəcəyik. Здравствуйте, здравствуйте. Salam. Bu salamı isə özümüzdən yaşca böyük və hörmət etdiyimiz adamlarla salamlaşmaq üçün istifadə edirik. Bu salam cəm halda olan insanlarla salamlaşmaq üçün də istifadə olunur. Privet. Privet. Salam. Bu salam isə dostlarımız, tanıdıq adamlarla salamlaşmaq üçün istifadə olunur. Eyni ilə здравствуйте kimi. Доброе утро. Доброе утро. Sabahınız xeyir. Добрый день. Добрый день. Gün ortanız xeyir. Добрый вечер. Добрый вечер. Axşamınız xeyir deməkdir. С помощью следующих слов прощаемся. Və aşağıdakı sözlərlə vidalaşırıq. Пока. Пока. Sağ ol. До свидания. До свидания. Əlvida. Görüşənədək deməkdir. Pakanı əsasən dostlarımızla salamlaşacağıq. До свидания isə əsasən hörmət etdiyimiz adamlarla salamlaşacağıq. Спокойной ночи. Спокойной ночи. Gecən xeyrə, həm də gecəniz xeyrə deməkdir. Baxıram üçüncü hissəyə. Вежливые. Вежливые слова. Vejliviye slova nəzakətli sözlər deməkdir. Пожалуйста, пожалуйста. Buyurun deməkdir. Həm də zəhmət olmasa mənası da var. Baxıram. Спасибо. Sağ ol deməkdir. Həm də sağ olun deməkdir. Həm sağ ol, həm də sağ olun deməkdir. Извините. Извините. Bu da bağışlayın deməkdir. Bağışlayın. Həm də bağışla mənasını da verir. Bağışla, həm də bağışlayın mənasını verir. İki mənası var bunun. Благодарю. Благодарю. Təşəkkür edirəm, minnətdaram deməkdir. Baxıram ikinci tapşırığımıza. Как мы здороваемся в это время суток? Günün bu vaxtında bir-birimizi necə salamlayırıq? Utro. Utro nə deməkdir? Sabah. Bir-birimizi sabahınız xeyir deyə salamlayırıq. Sabahınız xeyir rus dilində доброе утро deməkdir. Sabahınız xeyir. Den gün orta deməkdir. Den gün ortadır. Добрый день. Gün ortanız xeyir. Вечер axşam deməkdir. Добрый вечер axşamınız xeyir deməkdir. İndi isə növbəti hissəyə baxıram.